Ramazanda ac qalmaq asandır. Əsas odur ki, dilini qeybətdən, gözünü haramdan, ürəyini kindən, nifrətdən qoruyasan. Bütün günü ac qalıb kiminsə evinə söz-söhbət salmaq deyil Ramazan. WhatsApp-da insanlıq dərsi verən statuslar paylaşıb, qeybəti bitirdikdən sonra iftarı açmaq deyil Ramazan. Sıbın, yetimin, fəhlənin haqqını kəsib, quş südü əksik olmayan süfrəndə sahur etmək deyil Ramazan. Bütün günü zəhrimar tökülən sifətinlə ev əhlini cana yığıb, ürəyin istəyən yemək üstündə qırğın qiyamət salmaq deyil Ramazan. Falçılarla, cadularla, pitilərlə cəmaatın evini yıxıb, axşam namazında 15 dəfə ixlas oxumaqla deyil Ramazan. Ananı, oğulu, qardaşı öyrədib, gəlini çırpdırıb, öz evində rahat nəfəs almaq deyil Ramazan. Yoldaşı öyrədib, sir sifət döküb, balduzu qayını ata evinin şirin tikəsinə həsrət qoymaq deyil Ramazan. Niyyətini tutub özünə ən gözəl həyatı arzulayıb, qonşuya pisini arzulamaq deyil Ramazan. Məscidə 5 dəfə gedib namaz qılıb, də valideynin üzünə ağ olmaq deyil Ramazan. Yoldaşını hicaba, niqaba salıb, başqasının namusuna göz dikmək deyil Ramazan.